Bugün Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzində Vözqiz Azərbaycan Kiber Təhlükəsizlik yarışının final mərhələsini həyata keçirtdik. Bu yarışdan gözləntimiz ölkədə kiber təhlükəsizlik ekosisteminin ən yaxşı kadr potensiallarını müəyyən etmək və Şanxay 2026 yarışında Azərbaycanı layiqlə təmsil edən namizədlərə dəstək olmağımızdır. WorkSkills yarışmaların əsas məqsədi gənclərimizin peşə bacarıqlarını beynəlxalq standartlara uyğun inkişaf etməkdir. Gənclərimizin potensialı üzə çıxartmaqdır və peşə təhsilini təşviq etməkdir. Kiber təhlükəsizlik bugün ən strateji sahələrdən biridir. Bu istiqamətdə keçirilən yarışlar gənclərin real problemləri həll etmə bacarıqlarını inkişaf etdirir və ölkənin rəqəmsal təhlükəsizliyi üçün peşəkar kadrların hazırlanmasına töhfə verir.